Salam, hər vaxtınız xeyir. Bayram təbrikləri də bugündən başlayaq. Bayramınız mübarək. Yeni ildə cibiniz dolu, canınız sağ olsun. Sevdiklərinizlə bir yerdə olun həmişə. Burada hardasa 70 manatlıq deyim. 70 manatdan da biraz az. Bir də kökü almağı unutmuşam. İlk öncə bundan başlayayım. Son zamanlarda Slobodaya da almışam. Ən mənim üçün orada uyğun qiymətlisi bu mayonez idi. Sonra Azerçay. Bunun evdə dəmləməyi də var, amma hər dəfə bundan alıram. Evdə bunu uşaqlara yeməyə almışam. Ən çox da xama ilə olanı bəyənirəm. Sonra bizim süfrənin ketçapını tapmadım. Slobodanın ketçapını aldım. Bu da qəşəngdir. Bu da yemişik. Sonra canım ciyərim səhər sosisikaları. İnanırsınız ki, bitirmişik. Bir korotka sosisika kalbasını hamısını bitirdik. Səhər sosisikaları. Səhər yeməyə pendir. Bu yağ uyğun qiymətlidir. Ata ilə ilk dəfə kərə yağını alırdım. Görək. Bir də smetan aldım, balaca belə. Şey üçün, bilirsiniz bunu niyə aldım? Slice'ini vurmaq üçün. Sonra bir də bunu nədir bu? Yoğurt aldım özümə. Vitamin C-dən. Sonra ən yaxşı duzluq yer Bostanın olur. Bunu da slice'ini aldım. Mən aldım. Ben aldım. Sağ olsun, mamam da pul vermişdi. Sonra Bostanın deməli qaroxu ən uyğun qiymətlisi bu idi. Qızlara belə 4 dənə dönər çörəyim. 3 dənə qoğal indi yeməyə. Bir dənə çörək. Bir dənə yuxa. Bir dənə meyvə ala bilməmişəm. Bir də konfet var. Onu sabaladım. Bir dənə belə natural soku. Bir dənə kompot. Yeri gəlmişkən, əgər Hacıqabuldakı qədruxuma yolunuz düşsə, oradakı kompotdan için. Nə kompotudur? Vişnə kompotu. Çox dadlıdır. Özləri düzəldirlər, əfsanədir. Sonra burada nə var? Burada isə fileyə almışam, hardasa 12 kilo olub. 12 kilo nədir? 12 manatdır. Ət almışam. Baxın gör necə ətdir. Dedim ki orada qəssab var. Dedim mənə yaxud olmalı ət verir. Həmişə ondan alıram, sağ olsun. Mən bütün kaprizlərimə dözür. Təsəvvür edin 1 kilo ət verib mənə, hamısı belə. 18 manatdır. Yaxud olması bir şeydir hamısından. Xiyar almışam, stalikliyə. Çuğundur almışam. Fidan dedim ama çuğundur. Şuba eləyək, bir də göyərti. Bir dənə köşə ala bilməmişəm.